Buraxılış və blok səviyyənizi yoxlaya biləcəyimiz növbəti sual. Sifətin dərəcələrindən də çox rahat sualdır. Valideynlər bu formada öz uşaqlarını da yoxlaya bilərlər. Ekranı dayandırır, uşaq sualı işləyir, daha sonra cavaba baxırsınız, sonda cavabda deyəcəm, biləcəksiniz. Öncə buralarda hardasa bir yerdə, ya burada bir yerdə üstəgəl işarəsi olmalı. Zəhmət olmasa onu vurun. Bismillah, getdik. Adi dərəcədədir. Bir sözün öncə bir söz sifət olmalıdır ki, o hansısa bir dərəcədə olsun. Sifət deyilsə dərəcədə ola bilməz. Deməli biz bişməmişi götürə bilmərik. Çünki bişməmiş nədir? Fe'li sifətdir. Bişməyən, bişən, bişməyən. Bu fe'li sifətdir. Biz bunu götürə bilmirik. 2. Alayarımçıq. Bəli, alayarımçıq ala sözünün köməyi ilə yarımçıq sözünü biraz da azaldır. Yəni tam yarımçıq deyil də, biraz yarımçıq. Ona görə bu azaltma dərəcəsi. Deməli 2-ni də götürməliyik. 3-ə baxırıq. Ala dəymiş. Ala sözündən bəli, azaltma dərəcəsi yaranır. Amma öncə dediyimiz qayda burada da keçərlidir. Ala sözü sifətə artırılmalıdır. Bax, buradakı kimi. Dəymiş fe'li sifət olduğu üçün onu artıra bilmərik. 3 getdi. Alabəzək. Bəzək sözü nədir? Bəzək sözü isim olduğu üçün bəzək sözünə də ala sözü artıra bilmərik. Yəni, eyni məntiq gedir. Ala sözü, yəni sifət düzəltmək üçün daha doğrusu azaltma və ya çoxaltma dərəcəsi olması üçün sözün öncə adi dərəcədə olması lazımdır. Yəni sifət olması lazım. Ondan sonra azaldıb çoxalda bilərsən. Bəzək isim olduğu üçün bunu da variantlardan çıxardıram. Körpəcə. Bəli. Ca şəkilçi neyniyir? Bir şeyi normadan artıq eləyir. Yəni qüvvətləndirici ədatdır. Sifətləri artıraq çoxaltma dərəcəsi yarada bilir. Bax balaca, balacanı olduqca çox eləyir. Lap balaca, bax balaca, olduqca balaca. Bunlardan hər hansı biri olsa çoxaltma dərəcəsi ola biləcək. Cavab 5 və 6. Əgər övladınız və ya özünüz 5 və 6 yazdınızsa, deməli sualın cavabını düzgün tapdınız. Bu arada bizim onlayn sürət və təkrar qruplarımıza qoşularaq 9, 10, 11-ci sinif şagirdləri imtahana kimi bu tip suallar, yəni bunu bizim uşaqlar yeyirlər. Bu tip suallarla imtahana kimi hazır olmaq istəyirsə, həftədə məsələn, sürət qrupunda 5 dəfə, təkrar qruplarında 3 dəfə canlı açırıq. Bu qruplara qoşularaq yüksək nəticə əldə edə bilərsiniz. Qoşulması 055 597 01 51 nömrəmizə yazırsınız WhatsApp vasitəsilə və salam qruplarımıza qoşulursunuz.